azad olundu. Amma İlham Əliyev bu günləri osturağa basır ki, biz Qarabağa. Siz İlham Əliyev Qarabağlısan? Ya sən, ya sənin qohumların kürəkənlərini götürüm elə. Emin Ağalarov, hə, Qızdarğun Əri, Səməd orada olublar? Maşallah. Yox. Yox, Oğlun açıq. Heydər orada olub? Yox. Açıq, açıq. Bacın oğlu o kulturist Sevilin uşaqları heç orada olub. Sevilin övladları orada olublar. Haşa. Niyə? Bəylərlə gedib toydan sonra nağara. Şuşa azad olunandan sonra bəylər Sevilin bir oğlunu bir tərəfinə alıb, digər oğlunu bir tərəfinə qəşəng şəkil çəkdiriblər. Əli Nağıyev oğlunu götürüb, biznesmen oğlunu. Kabab yeməyə gediblər də. Qarabağ azad olunandan sonra Əli Nağıyev oğlu ilə orada şəkil çəkdirib. Biz gicdillaqzadır. Hə? Şəkil çəkdirmək yeridir ora. De, donmalılar, de, Ucamonun qabağında var. Biri baş prokurordur, biri də Erməni köpəyi oğlu. Rüstəm Yusubovdur. İkisi O də da milyarderdir. Deməli, bu Zakir Qarolov erməni südəmən anasının əmzəyinə nəysə. Bu, Oğraşın oğlu alkaşlığına görə işdən qovulub, bu. Heydər Əliyev bunu əyyaşlığına görə işdən qovulan bir cındırı təzdən gətirdi ölkəyə baş prokuror təyin elədi. Niyə? Abijinlik idi. Azərbaycan xalqına nifrəti var idi. Anası erməni abijinlik gətirdi, baş prokuror qoydu. Qəhbənin balası mənim də haqlarım idi. İlqar Hacıyevin də hansı ki milyardlarla dəyərində olan akkordunu əlindən aldı. Bugün də akkordun rəhbəri kimi çıxış edir. Götün oğlu, akkord İlqarın da öldü. İlqar Hacıyevin əlindən almamısan. Göt oğlu göt, prokuror ara, şirkət ara. Sən şirkət işlədirsən. Ya bu birisi qəhbənin balası. Rüstəm Yusubov, pul yığanı. Mənim üzümə baxır böyle. Adam da deyir, gedim maşinlikdən ev alar. Göt oğlu göt. İndi maşinlik İbrahim Nehrəmidir, yoxsa sənsən. Qəhbə 3 dənə qızı var. Göz həkiminin göz klinikası var. Diş həkiminin diş klinikası var. Yuristinin də yurist şirkəti var. Bunlar cəhənnəmi. Oasis restoranı, Lido restoranı, Gəncə dükanları, yeni tikili binalar, Novostroykalar, villalar, hər qəhbə qızının 3-4 dənə maşını, 3 dənə qəhbə qızının 3 dənə peysər kürəkəni, hamısı prokuror, hamısı polis rəisi. Peysərliyi alıblar boyunlarına, Ucamonun qabağında dombalmaqla, ulu öndər, rulu döndər deməklə, İlham Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev deyə Azərbaycan xalqını qayırırlar. Heydərin də ruhuna əl-fatihə eləyib itələyəcək. Heydərin də heykəlləri aşacaq Maduranın heykəli kimi. İlhamın da şəkilləri yanacaq Maduranın şəkili kimi. Tualet düzəldəcək, tualet, xüsusi. Rəhmətli Vidadi İskəndərinin arzusuydu. O tualet düzəldib, pulsuz tualet düzəldər. Amma gedər bütün ehtiyaclarını üstünə eləyərlər. Niyə də eləməsinlər? Niyə də eləməsinlər ki? Zaman adamlar Qul Bayramı yazanı öldürdülər. Heykəlin üstünə Stalin yazanı öldürdülər. Bunların müqəddəs yeridir. Bu illəri gedib dombalırlar belə. Deyərlər, gicdillah. Sən nədir? Budist dövründə yaşayırsan. Bu nə dombalmaqdır? Bir yaşınıza baxın, başınıza baxın. Siz indi gedib nəvələrinizlə oturub, həyatınızı sürən vaxtınızdır. Qəhbə yığını qəhbə. Bax, bu yaşda başda gəlib orada niyə özləri də sunidir, bunun hamısı sunidir. Bir var ürəkdən, deyəsən ki, bunlar fanatdırlar da, Heydərin fanatıdırlar və yaxud da ki, İlhamın fanatı. Hamısı götünün qorxusundan. Bunun necə ki, sərhədlər bağlıdır, o virusun adı İlhamın götünün qorxusu virusudur. Bütün məmurlar da saxta şəkildə gedib Heydər Əliyevin heykəlinə dombalmağı and olsun Allah, hamısı maşenniklərdir. Hamısı ha, bir dənə mənə prokuror göstərin. Bir dənə mənə icra başçısı göstərin. Bir dənə mənə bələdiyyə sədri göstərin. Bir dənə mənə, nə bilim, hakim göstərin ki, rüşvət almır. And olsun Allah, rüşvət almayan məmur yoxdur. Və hamısının da başının üstündə Heydərin şəkili, Heydər ideologiyasını aparırlar. Hamısının da başının üstündə İlhamın şəkili. Uzağa niyə gedirik? DTX 10 icra başçısını həbs eləyibdir. O 10 icra başçısının hamısında İlham Əliyev təyin edir. 10 icra başçısı. Nə oldu? Bu qəhbənin balaları hamısı Heydərçi, İlhamçı deyil. Hamısı rüşvətxordur. Bir dənə sağlam adam yoxdur. Buyur Zəki də.
Bu uca onun Ben deyim,